Bəzi vaxtlar görürsən müəyyən bir məclislər olur və s. Qarilər Quran oxuyur. Məclisdə görürsən aləm deyib bir-bir. Hətta mən bir dəfə dayandırdım. Dedim qari, bir dənə xahiş edim, bir dəqiqə dayan. Özüm çıxış elədim. Dedim, axı siz də öləcəksiniz. Allahın kəlamıdır, bir dinləyin də. Elə Allah danışır, hamımız danışırıq. Bir dayanın da. Bu dili sənə Allah verib. Bu vücudu sənə Allah verib. Nəfəs sizə Allah bir saat kəsər. Qulaq as da Qurana. Qari orada oxuyur, özü bütün ruhu ilə, canı ilə oxuyur. Mən fikir eləmişəm. Allah bəzi o qarilərimiz ki var, Allah onları hifz eləsin doğrudan. Burada səs-küy salıblar. Olmaz ki belə. İzə quriyəl Qur'anu. Quran oxunduğu zaman susun, sakit olun, qulaq asın. Ki, rəhmət qazanarsınız. Bəzi vaxtlar otururlar, məsələn, gülür, danışmaq, aləm deyir, o birisi yasdadır. Bunlar zarafat edir, gülür, danışır, biri Quran. Gəl 5 dəqiqə otur, Quran kəlmələrini eşit, mənim qardaşım. Ayələri eşit, bil Allah sənə xitab edib, mənə xitab edib onları.